deyir ki, qaysı quruyanda kütləsinin 5də 4-ünü itirir. Bu hesabla 20 kiloqram təzə qaysıdan nə qədər qaysı qurusu almaq olar? Biz dedik ki, bütöv nədir? Məsələn, bax, bir pizza şəkli çəkək. Pizza şəkli. Bu bizim bütövümüzdür də, düzdürmü? Yəni birimizdir. Birimizdir, düzdür? Bütövümüz 1-ə bərabərdir, düzdürmü? Bunu mən 2 hissəyə bölsəm, olacaq nə? 2də 1. Tutaq ki, 2 hissəsindən birini rəngləsəm, olacaq nə? 2də 1-i. Düzdür, qızım? 4 dənə yerə bölsəm, 4 dənənin yerin ikisini rəngləsəm, olacaq nə? 4də 2. Düzdürmü? Ay, sağ ol. Tutaq ki, mənə desin ki, bu qaysı, biz dedik axı, bütöv məxrəclə sürətin bərabərləşməsinə deyilir. Yəni 5də 5 olacaq 1. Tutaq ki, 6da 6 bütöv soruşursa, 6da 6-nı yazarıq, 1-ə bərabərdir. 7də 7-ni yazsa, kəsir olaraq versə, bu bütöv bir tama bərabərdir. Yəni, sürətlə məxrəc eyni bir ədəddirsə, rəqəmdirsə, demək ki, onların cavabı bir bütövə bərabərdir. Başa düşdün gözəlim bu hissəni? Ay, sağ ol. Sonra da sənə deyir ki, bu qaysı kütləsini quruyanda itirir. Bütövü 5də 5 idisə, verməyim axı əvvəldən qədəri nə qədər bu qaysının, düzdür? Mən onu kəsrlə ifadə edirəm. Artıq mən anladığıma görə kəsrlə ifadə edirəm. Bütöv formasında mən bunu 5də 5 olaraq götürürəm, bilirəm ki, bu da quruyanda deyir 5də 4-ün itirir. İtirirsə, mən bundan çıxaram da, düzdür qızım? 5də 5-dən, bütövdən 5də 4-ü itirdiyini çıxaram, düzdür? Ay, neçə qalacaq? Məxrəcləri bərabər olan kəsirlərin çıxılmasında məxrəclər qalır öz yerində, sürətlər çıxılır. 5-dən 4-ü çıxanda neçə qalır? 1. Kəsirimiz oldu nə? 5də 1. Yəni, əvvəl bütövdə 5də 5 idisə bu qaysı, quruyandan sonra itirdi 5də 4-ünü, cəmi cümlətanı, canı cəsədi qaldı 5də 1 hissə qədər. Anladın bu hissəni? Ay, sağ ol. Sonra da deyir ki, bu qaysı 20 kiloqram təzə qaysı olsa, quruyanda nə qədər kiloqram qaysı qurusu əmələ gələr? 20-dir. 20-nin neyniyəcəm? 5də 1-ni tapacam. Artıq qalanını tapıram. Quruyandan sonrasını istəyir axı, düzdürmü? Quruyanda qalan canın cəsədini istəyir. 20-nin 5də 1-ni tapacam mən. Anladın gözəlim? 20-nin də 5də 1-ni tapmaq üçün nə edərəm? 20-ni 5-ə bölərəm, vuraram 1-ə. 20 böl 5 vurulsun 1. O da neçə eləyir? O da 4. Deməli 4 kiloqram sadəcə quru qalar. Anladıq mı? Ümumi özü 20 kiloqram şirəsi ilə özü bir yerdə olsa da, quruyandan sonra canı cəsədi, cəmi cümlətanı qalır 4 kiloqram. Başa düşdün tam gözəlim? Əla.